Bismillahirrahmanirrahim. Esselamu alel Husayn ve ala Ali ibn Husayn ve ala evladil Husayn ve ala ashabil Husayn aleyhimusselam ellezine bezelu muhacehum dunel Huseyni aleyhisselam. Bir daha salamlayıram tamaşaçılarımızı. İmam Hüseyin aleyhisselamın Aşura məktəbində İzzət məfhumu bu məktəbin demək olar ki, əlifbasındandır. Yəni, artıq bu məktəbdə izzət düşüncəsi, izzətin bu məktəbdə təcəllası ilk növbədə Aşura deyəndə bu zehnə gəlir. Ona görə çoxları üçün bəllidir. Biz bu verilişdə inşallah bu barədə, yəni bunu daha da ətraflı söhbət etmək üçün İmam Hüseyin əleyhisselamın bəzi kəlamlarına istinad etmək istəyirik və çalışacaq ki, bunu sübut edək ki, qalib olmaq izzətdədir. Mümkündür bir nəfər qalib olsun, amma zillətlə qalib olsun. Amma mümkündür bir nəfər zahirdə məğlub olsun, amma izzətlə qalib olsun. Bunlar fərq edir. İslamın əsli, yəni ilk növbədə, ictimaiyyətdə məqsədi sülh və əmin-amanlıqdır. Yəni, İslam bir fitri, insanların fitrəti ilə uyğun olaraq hamı üçün sülh və əmin-amanlıq istəyir. Cəmaatın bir-birinin kənarında rahat yaşamaq istəyir. Amma bu rahat yaşamaq, bu sülh, bunun bir şərti var. O da haqqın riayət olunmasıdır. Nəinki sülh olsun, hətta hər nəyin bahasına olursa olsun. Bunu İslam qəbul etmir. Yəni, siz fərz edin ki, mən istəyirəm əmin-amanlıq olsun, yəni sülh olsun, keşməkeş olmasın, çəkişmə olmasın, amma istədiyim vaxt ayağımı qoyum, mən istədiyimi əzim. Kimsə də mənə heç nə deməsin. İstədiyim vaxt insaniyyətə, bəşərin zərərinə bütün qərarları verim, bütün işləri görüm, amma heç kəs də mənə dəyməsin, olsun sülh, olsun əmin-amanlıq. Və yaxud mən bir tərəfdən yaltaqlıqla, əzilməklə, həqarətlə, hər şeyi təslim etməklə, hər nə zorla istədi verməklə olsun, təki sülh olsun. Bu sülh yox. İslam istəyir sülh olsun, əmin-amanlıq olsun, amma ədalətlə. İ'ta'u kulli zi haqqin haqqə. Hər kəsin haqqı özünə təqdim olunsun. Nə gözəldir. İslamda bu bir məsələ. Bəs İslam, birinci məsələ burada budur ki, İslam hamını sülhə, əmin-amanlığa, paçlığa dəvət edir, amma həqarətlə yox, zillətlə yox. Nə ilə? İzzətlə. Yəni, hər kəs özün, hətta biz iş sahibi ilə fəhləni və işçini də müqayisə etsək, baxmayaraq ki, bir növ onun əlinin altında, onun əmrinin altındadır, amma bu fəhlənin və işçinin həqarəti ki, deyil. Onun burada ixtiyar çərçivəsi var, ixtiyar dairəsi var, müdüründə ixtiyar dairəsi var. Burada qalib və məğlubluq yoxdur. Ona görə hər ikisinin izzəti qorumaqla bu iş qabağa getməlidir. Nəinki, xeyr, müdür deyən olmalıdır, hətta bu şəxsin hörməti və izzəti aradan getsin, bunu İslam qəbul etmir. Yəni, müdür də müdürlüyündə izzətli və rəiyyət və işçi də işində izzətli olmalıdır. Yəni, sizin məndən çox imkanınız olmaq, post və məqamınızın məndən yuxarı olmağı bu izzət demək
Deyil. Mümkündür həmin şəxs o postunda, o məqamında zəlil olsun. Və eyni zamanda mümkündür əziz olsun. Yaxşı. İzzəti, indi bu izzəti məna edək ki, ilk sualınız da bu idi. İzzətin elə biz mənasında da qeyd edirik ki, yenilməzlik. Yenilməzlik yəni məğlub olmamaq. Bu məğlub olmamaq, zahiri məğlub olmamaq deyil. 2 nəfər güləşçidir. İstər-istəməz ikisindən biri qalib olmalıdır da. Deməzlər ki, bu yenildi və bu məğlub oldu, bəs zəlildir. Xeyr. Təbii, burada məğlub oldu, sabah başqasına qalib ola bilər. Bunlar heç biri zəlillik və utmaq da əzizlik demək deyil. İzzət bir nəfsani qüvvədir. Zahirə zada da bağlı deyil. Nəfsani bir qüvvədir. Necə mən səxavətli ola bilirəm? Yaxşı. Səxavətli ola bilirəm. Necə ehsan verən ola bilərəm? Necə ədalətli ola bilərəm? Eyni zamanda da izzətli ola bilərəm. Əlbəttə ki, bu izzət məlum olmaq üçün bunun xarici nümunələri də olmalıdır. Bu görünməlidir. Amma nəfsə qayıdır. Məsələn, siz fərz edin ki, bir nəfər gücsüz və qorxaq, zəlil bir şəxsdir. Amma əlində müəyyən imkanatı var, gizlənib bir yerdə səni vurub. Sən də əlin cibində gedirsən. Bu, heç vaxt bu məğlub olmaq zillət deyil, bu qalib olmaq da izzət deyil. Bəs izzət bir nəfsani bir şeydir ki, qorxmazlıq, yenilməzlik, nəfsin məğlub olmamağı və mümkündür, nəfsin bu qələbəsində insanın canı da əldən getsin. Siz indiyə kimi, Hüseyin bəy, eşitmişsiniz ki, bir qəhrəmanımıza deyərlər, bu zəll oldu. Qəhrəmandır. Döyüşüb, hətta birinci, ikinci vətən müharibəsində, yaxud birinci Qarabağ müharibəsində, ikinci Qarabağ müharibəsində, dünyada olan bir nəfər bir ölkənin qəhrəmanıdır. Ölüb, şəhid olub, əgər müsəlmandırsa, ölüb, nə qədər izzətli yanaşırlar ona, nə qədər onu böyük bilirlər. Ölsə də izzətlə deyirlər şəhid. Bəli, ölsə. O, yəni bəs ölüb, ölmək və öldürmək izzət mənası, izzət məfhumunu məna etmir. Yəni mümkündür, bir yerdə insan hətta məğlub olsun zahirdə. Dünyadır da ola bilər. Siz məndən güclü ola bilərsiniz. Amma digərindən gücsüzsünüz. İstər-istəməz dünya bu cür dünyadır. Və ədalətsiz dünyada ki, ədalət riayət olunmadı, heç insanların haqqı ona verilmədi, meşə qanunları dünyada hakim oldusa, mən güclüyəm, yeməliyəm, sənin gücün yoxdur, acından ölməlisən, bu təbiidir və olmalıdır. Ona görə bunlar heç vaxt izzət mənasını vermir. İzzət o dediyim kimi nəfsin yenilməzliyi, nəfsin qalib olmağı, insanlığın qalib olmağı, ədalətin qalib olmağı. Başqa sözlə, bu izzətli qələbəni yalnız vicdanlar dərk edir, vicdan dərk edir. Əgər bir şəxs yəni izzətin zillətə qalib olmasını dərk edə bilmirsə, yəni onun vicdanının üzərini toz tutub, kin tozu tutub, şəhvət tozu tutub, qəzəb tozu tutub, insanlığı və haqqı görmək istəmir, görə bilmir. İmam Hüseyin, bəs bu oldu izzət. İmam Hüseyin əleyhissalam, dediyim kimi, bəs İslamda ilk növbədə sülhdür. Elə ki, qarşısını kəsdilər onun, belə bir cümləsi var. Ki, buyurur, əla ənnəddəiyyə yəbnəddəiy qəd rəkəzəni beynəsnətəyin. Bu napaç oğlu napaç, İbn Ziyada deyir, iki şey arasında məni qoydu. Beynə sillə və zillə. Döyüş və zillət arasında. Döyüş və zillət arasında. Başqa sözlə,
İzzət və zillət arası. Bəli, başqa sözlə izzət və zillət arasında. Həyhatə minnə zillət. 2 dənə seçimi var İmam Hüseyn əleyhissalam, ikisindən birini seçməlidir burada. 3-cü yolda qoymamışdılar İmam Hüseyn, çünki orada istəyirdi ki, hətta hal-hazırki şəraitə görə işi olmasın. Çağırmışdınız, gəlmişəm, qəbul etmirsinizsə qayıdıram. Çünki İslamda həqiqətən, İslamda hətta dünyada da bu cürdür. Bir dənə hakimi, hər hansı bir hakimi xalq istəmirsə, o xalqın, o hakimin hakimliyi məşru deyil, qanunsuzdur. Ona görə də bugün dünyada da seçkilər var. Ən azı dünyada demokratik seçkilər bir növ nisbi ədalət uyğundur. Ədalət deyil, çünki əksəriyyətin əqəlliyyətə hakimlik etməyidir. Amma eyni zamanda nisbi ədalətdir. Bu şəriətdə də var. Yəni, xalq səni istəməlidir. Xalq səni istəmirsə, baxmayaraq sənin haqqındır. Məsələn, bir hakim özün həqiqətən haqlı bilir. Bizim Əhl-i Beyt əleyhissalatu vəssalam kimi Bəni Üməyyənin vaxtında da haqlı o idi. Həzrət Əli İslam idi, Əbu Bəkir gəldi, Ömər gəldi, Osman gəldi. İmam Həsənin haqqı idi, Muaviyə gəldi. İmam Hüseynin əleyhissalatu vəssalam haqqı idi, kim gəldi? Yəzid və digərləri gəldi. Amma nə üçün məsələn İmam Həsən əleyhissalam bu qiyamı etmədi? Nə üçün Həzrət Əli əleyhissalam 25 il sükut etdi bir şey? Çünki xalq. Ona görə də Həzrət Əli İslam hətta, elə ki Osmandan sonra burada bir haşiyə çıxım, Həzrət Təlhə və Zübeyir gəldi, Həzrət Əli İslam'a müraciət etdi ki, artıq, məsələn, biz səhv etmişik, düzgün seçim etməmişik, cəmaatın sana ehtiyacı var. Həzrət Əli İslam əvvəl qəbul etmir. Yəni, deyir ki, bir növ bu qəbul etməməyində deyir ki, sizin ləyaqətiniz yoxdur mən sizin hakiminiz olan. Baxın, bəziləri hakimiyyət üçün 2 əlindən yapışıb, 2 əldə qonşudan borc alıb yapışmaq istəyir ki, əldən buraxmasın. O qədər şirindir. Amma Həzrət Əli İslam buyurur ki, keçinin burnundan axan su qədər bu hakimiyyətin mənim üçün dəyəri yoxdur. Çərtikənin ağzında əzilmiş yarpaq qədər dəyəri yoxdur. Əgər mən hakim gəlirəmsə, sizə minnətdir. İstəyirəm sizi islah edəm. Ona görə sizin ləyaqətiniz yoxdur, ədalətli hakim gəlsin sizə. Sizin ləyaqətiniz yoxdur. Və sonra buyurdu, çox məcbur etdikdən sonra Həzrət Əli İslam artıq var xütbələrində ki, elə hücum etdilər ki, az qaldı Həsən Hüseyn əleyhissalam, Həzrət əleyhissalam ayaq altında qalsın. Susuz dəvələrin suya hücum etdiyi kimi mənim evimə hücum etdilər ki, hakimiyyəti qəbul et. Buranı demək istəyirəm ki, Həzrət Əleyhisselam dedi, gəlirsiniz məscidə, bir beyyət edirsiniz. Yəni, haqqı daha. Amma bu haqqın icra edilməsi üçün cəmaatın da məqbuliyyətin şərt bilir burada. Görməli, məni istəyirlər, istəmirlər. Bəlkə 5 nəfər istəyir, məni qalanı istəmir. Xalq məni hakim kimi qəbul edir, etmir. İmam Hüseyn Əleyhisselamda Kufə əhli çağırdı. Deyir ki, gəl burada bizə hakimlik. Həzrət Əleyhisselam getmir. Həzrət İmam Hüseyn Əleyhisselam getdi və gördü ki, bunlar çəkiliblər kənara. Yəni həqiqətdə izzətməndanə hərəkət etməyiblər. İbn Ziyadın qoşunun gördükdən sonra, Yəzdin Şamdan göndərdiyi qoşunu gördükdən sonra ipləri, sapları boşalıb. Yaxşı, baxmayaraq haqqı məndəndir, mən gəlmişdim, cəddimin dinini islah edəm. İnnəmə xərəctu li talabi islahi, bəli, islahi dini cəddi. Cəddimin, Peyğəmbərin dinin islah etmək üçün gəlmişdim. İstəmirsiniz, xoş gəldiniz. Amma İbn Ziyad qoymadı. Yəni, Hürrə məktub yazdı və dedi ki, ya gəlməlidir. Zillətlə mənə tabi olmalıdır. Çünki tabi olmaq, Yəzid kimisinə tabi olmaq zillətdir. Ona görə də İmam Hüseynin xütbəsində bu da var. Bunu da deyim ki, misli la yubayi' mislə. Mənim kimisi, sənin kimisini heç vaxt beyyət etməz. Demir, mən sənə beyyət etmərəm. Qanun qoyur. Neçə dənə küllü qanun var. Bu Aşura məktəbində təkcə ağlamaq deyil ki, 14 əsr bundan qabaq şəhid olublar. Elə bir şəhadət, elə bir məqama yetişiblər ki, Həzrət Əbbas əleyhissalamın barəsində İmam Sadiq əleyhissalam səhv etmirəmsə buyurur, ya İmam Zeynalabdin əleyhissalam tərəddüd edirəm, buyurur ki, elə bir məqama yetişibdir ki, bütün şəhidlər o məqama qibtə eləyəcək.
Onlar yetişiblər, onlar saadətə yetişiblər. Əgər biz bugün ağlayırıqsa, zillətin altından çıxmaq üçün ağlayırıq. İzzətli olmaq üçün ağlayırıq. Və bu İmam Hüseyin əleyhissalamın verdiyi mesajları dərk etmək üçün ağlayırıq. Bunlar təhlil olunmalıdır İmam Hüseyin əleyhissalamın məktəbində. Dünyada ədalətsizliyin hakim olması üçün ağlayırıq. Dünyada bu günləri məzlumların səsinin sinəsində həbs olunmasına biz ağlayırıq. Bu günləri məzlumların səsini eşitməkdə kör olan qulaqlar üçün ağlayırıq. Kör olan qulaqlar üçün ağlayırıq. Kör olan gözlər üçün ağlayırıq. Budur. İmam Hüseyin əleyhissalam buyurur orada ki, məni iki arasında qoydu. Ya mən bununla döyüşməliyəm, döyüş də ki, yəni ədalətli döyüşçü deyildi ki. Bəli. 70-72 nəfər minlərlə insanın müqabilində. Yəni bu ədalətsiz bir döyüş idi. Özü də uşaq, qadın, qız uşaqları, Yəni, oğlan uşaqları, 6 aylıqdan tutmuş 90 yaşlı insanlara kimi hamısı, yəni bunlara rəhm olunmadı. Orada buyurdu ki, bu napaç. Əlbəttə bu dəqiq sözünün də çoxlu mənası var. Bəlkə də fürsət yoxdur bunları. Yəni dəqiq kəlmələr işlədir İmam Hüseyin əleyhissalam orada. Yəni paç adam bu işi etməz. Yəni onun özündə bir, yəni əgər var Əhl-i Beyt əleyhissalamla düşmənçilikdə də var ki, Əhl-i Beyt əleyhissalamla düşmənlər belə bir adamlardır. Orada da o mesajı verir ki, əgər mənimlə bu düşmənçilik edirsə, bu napaç adam, dəyidir və İbn-i Dəyidir. Napaç övladıdır bu və bunlar məni iki arasında qoyub zillət və sillət arasında, döyüş arasında bu zillət birinci seçim aradan gedir, ikinci seçim gəlir. Yəni mən zilləti heyhata minə zilləti qəbul etmərəm. Buna deyirlər izzət. İzzət buna deyir. Yəni mən sənin kimi zalımı qəbul etmirəm, sənin kimi zalımı təklif edim. Bəli, səninlə işim yoxdur. Mən ümumiyyətlə sənin əleyhivə gəlməmişdim. Mən gəlmişdim bunlara hakimiyyət eləmək, çünki doymuşdular sizdən. İstəmirlərsə, burada çox gözəl mesaj var. İstəmirlərsə, ləyaqətləri budur ki, İbn Ziyad və Yəzid olur hakimiyyət etsin. Göstərdi İmam Hüseyin əleyhissalam. Məlumdur. Əgər məni gətirdilər bura qədər və məni himayət etmədilər ki, bu insanların ləyaqəti budur ki, Bəni Ümeyyə və Bəni Abbas bunlara hakim etsin. Hakimlik etsin. Allahın dəyişməyən sünnələrindəndir. Əgər haqqı müdafiə etməsəz, haqqınızdır ki, nahaqsıza hakim olsun. Bu Allahın dəyişməyən bir sünnəsidir. Amma mən buyurdu ki, bəli, mən razıyam ki, özüm şəhid olum və razıyam Əhl-i Beytim əsir olsun və razıyam bütün səhabələr burada şəhid olsunlar, amma mən sənə baş əyməyəcəyəm. Yaxşı, orada hadisə olur, hamı da yaxşı bilir və İmam Hüseyin əleyhissalam səhabələr hamısı şəhid olur və bu günə qədər adı yaşayır və yaşadır. Buna deyirlər izzət. Ömrüm nə qədərdir? 50, 60, 70, axırı bu ömür qurtaracaq bu ömür. Amma bu ömür bir var zillətlə aradan gedər. Bu dəqiqə Yəzidin özünü Əhl-i Sünnə də qəbul edir. Onun cinayətini Əhl-i Sünnə, İbn Teymiyyə başqa heç kim qəbul etmir. Onun da öz aləmi var. Onu da siz demişsiniz, öz aləmi var, istəmirəm orayı. Qəbul etmir. Çünki yəni bir şeydir ki, bu yəni danılmazdır. Və İmam Hüseyin əleyhissalam bu hərəkatını dünya qəbul edir. İmam Hüseyin əleyhissalam bu hərəkətindən dünya vicdanları həmişə dərs alıblar. Necə bir şəxs olub? Əlbəttə ki, mən ki deyirəm, İmam Hüseyin əleyhissalamın hərəkatı fərq etmir. İmam Hüseyin əleyhissalamın bu hərəkatı, yəni dinin hərəkatıdır. Əhl-i Beyt fərq etmir. İmam Əzəm də olsaydı həmin şeydir. İmam Zeynalabdin əleyhissalam da olsaydı həmin. Ola bilsin ki, fərqli bir qədər proseslərlə həmin hadisələr baş verməlidir. Yəni din, nə üçün? Çünki izzət Allahındır. Lillahil izzə və lirrəsul və lilmüminin. İzzət bunlarındır. Yəni Allah, Peyğəmbər və möminlər yenilməzdir. Bunları yeniltmək olmaz. Bu meyardır. Əgər yenildisə, Allah ki, Peyğəmbər də deyil, bu əsl mömin deyil. Möminin meyarı
izzətməndanə və izzətli yaşayışdır. Bu cəmiyyətdən söhbət gedir. Yəni insan, bəli, baxın, bir dənə məsələ var ki, bəs təxminən bu gedişlə izzətin mənası məlum oldu. Bu bizə Aşura məktəbindən bu gün bunu öyrətmək. Yəni boş-boşuna otur, dəsmalı çıxart, ağla, heç nə başa düşmə Aşuranın mahiyyətindən. Ürəyin yanır, ağlayarsan bir rozuya. Onda o qədər savab olar. Amma dərk başqa bir şeydir. Əgər biz bu günləri mənbərlərdə əyləşirik, Qaraciğeri, Mərsiyə qulaq asırıq, Nohya qulaq asırıq ki, necə deyirlər, maşının mühərrikinin yanacağıdır, lazımdır bunlar. Amma bu məktəbdən dərs almaq lazımdır ki, İmam Hüseyin əleyhissalam bu səsi 14 əsrdir yayılır dünyaya, yəni sönmür. Və sönməyəcək də, ha. İldən ilə də çoxalır. Çoxalır. Söndürmək də mümkün deyil bu. Çünki bu Allahın bir sünnəsidir. İnnə li qətlilə Hüseyin hərarətən fi qulubil müminə la təbrədu əbədə. Bu bir dənə sünnətdir. Bu bir dənə qanundur. Bu hərarət bir alov vurub möminlərin qəlbində. Möminlər kimidir məna etdik. İzzətli insanların. Lillahil əzzəti və lirrəsul və lil müminin. Əgər bir insanın izzəti yoxdursa, həmişə zəlil ola bilirsə, əlbəttə məsləhətlər başqa bir şeydir. Zəlillik başqa bir şeydir. Zəlillik yəni haqsızlığa tabi olmaq. Yəni haqsızlığa razı olmaq, daha doğrusu belə deyim. Mümkündür zorla bir şey insana tabi etsinlər. Haqsızlığa razı olmaq, zülmə razı. Quran-ı Kərim buyurub, la təzlimun. Zülm etmə. Və la tuzləmun. Sizin məzlumluğa da haqqınız yoxdur. Nə zalimlığa haqqınız var, nə məzlum olmağa haqqınız var. Bu Quranın mesajıdır. Quran ayəsidir. Amma indi bəs İmam Hüseyin məzlum oldu. İmam Hüseyin məzlum olundu. Gedib başını əymədi ki, zəlil olsun. Başını diş tutdu və izzətlə şəhid oldu. Ona görə buyurur ki, siz, bəli, yəni bu cür və leysəl mautu illa səadətən və ləl həyat məəz zaliminə illa bərə. Ölüm səadət. İndi ki, mən haqq səsim eşidilmir, bu zalimların kənarında yaşamaq özü, təslim olmaq yox, yaşamaq özü çətinlikdir. Ola bilsin ki, bu gözəl mesajdır, ha. Həqiqətən zalimin kənarında yaşamaq özü cəhənnəmdə yaşamaqdır. Gücün ki, yoxdur. Bir məzluma ki, əl tuta bilmirsən. Vicdan da varındır. İzzətli insansan, amma gücün yoxdur. Əziyyətdən başqa bir şey yoxdur bu yaşayışda. Hara baxırsan zülm görürsən. Hara baxırsan haqsızlıq görürsən. Hara baxırsan ədalətsizlik görürsən. İmam Hüseyin İslam buyurur ki, ölmək yaxşıdır. Leysəl mautu illa səadətən. Baxın, bunu da deyim qardaşlar. Bunu da deyim ki, bəzən ki, deyirik şəhid olmaqların da meyarları var. Şəhid olmaq, gərək o mautu səadəti olsun. Yəni saadətli, bəzən, məsələn, sən getməsən birdən özü at güllənin qabağına heç bir səbəb olmadan, bu şəhidliyin elə bir dəyəri də yoxdur. Yəni, elə bir güllənin qabağına atasan ki, iki nəfər də, məsələn, fərzlə ki, bir şeyin qarşısını alasan, bir dirçəliş edəsən. Məsələn, İmam Hüseyin Əsəlam şəhadətinin səmərəsini görürsünüz, hələ də bizi danışdırır, hələ də bizi ayıldır. Biz yalnız oxumuşuq. Hələ də bizi ayıldır. Vaxt varımızdır. Bəli, dəqiqə yarım arası vaxtımız var. Dəqiqə yarım varımızdır, bəli. Bəs konkret belə deyək ki, bizim bu məktəbdən həqiqətən aldığımız dərs bu izzət olmalıdır. Haqsızlıq qabağında yenilmək olmaz İmam Hüseyin əleyhissalam məktəbində. Haqsızlıq qabağında yenilmək olmaz. Haqsızlıq qabağında yenilmək nədir bu gün? Bu gün haqsızlıq qarşısında yenilmək haqsızlığa razı olmaqdır. Qoy bu Aşura ziyarətindən bu yadıma gəlsin ki, buyurur, Allah nifrin edir, lənət etsin o şəxsə ki, İmam Hüseyin Əsəlamla müharibə etdi, onu öldürdü
və ya ona kömək etdi və ya buna razı oldu. İmam Hüseyin əleyhissalamın qatili ilə İmam Hüseynin qətlinə razı olan şəxslər oldu tərəzinin bir gözündə. Daha mən zülm etmirəm ki, amma yaxşı edirlər. Yaxşı edirlər. Elə bunları öldürsələr yaxşıdır. Elə bu da bunlardan. Həmin şeydir. Var bizim bəzi günahlarda vardır ki, o günahı edən də, o günaha kömək edən də eyni şeydir. Məsələn, qeybət kimi, qeybət edən və yaxud da eşidən. Eşidən, bəli. Burada da bu dəqiqə zillət mən düşünürəm bundan ibarətdir ki, bəzi səbəblərə görə, bəzi, necə deyərlər, mövhumata görə, bəzi hisslərə görə insan gözünü kör edə, qulağını kar edə, haqqı görməyə və haqqı eşitməyə və qəlbində də buna razı ola. Hətta zahirdə xeyr, qəlbində razı ola. Necə ki, İmam Hüseyin əleyhissalamın Şimronun qatilidir, fərqi yoxdur İbn Ziyadla. İbn Ziyad da fərman verən idi. Necə ki, İbn Ziyad da burada qatildir, Yəzidlə fərqi yoxdur. Yəzid çünki əsl fərman verəndir. Bunlar hamısı eyni tərəzdədirlər. Və nəticə etibarilə Aşura ziyarətində buyurur ki, bu işə razı olanlar da İbn Ziyad, Yəzid və Şimrlə heç bir fərqi, İbn Sədlə heç bir fərqi yoxdur. Ona görə diqqət etmək lazımdır ki, həyatda çalışaq, izzətlə yaşayaq. Və bu izzət mövzusu bir geniş mövzudur. Əgər ikinci hissədə vaxt qalsa, mən izzəti nəfsə də suallardan sonra vaxt qalsın, inşallah davam edərik. İnşallah Allah təbarək və təala bizə izzət nəsib etsin. İmam Hüseyin izzətin inşallah bizim üçün tanıtdırsın və ruhumuzda, nəfsimizdə bunu necə deyərlər, möhkəm etsin inşallah. Təşəkkür edirəm. İnşallah ikinci hissədə davam edərik.